يا أيها الذين آمنوا إذا نودي للصلاة من يوم الجمعة فاسعوا إلى ذكر الله وذروا البيع ذلكم خير لكم إن كنتم تعلمون. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله الحمد لله الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. نشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. أما بعد. قال الله تعالى في كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. وكل شيء عنده بمقدار. Aziz müminler, İslamda etiqad məsələlərindən biri qəza və qədərdir. Qədər, uca Allahın əzəldən əbədiyyətə qədər olacaq hər şeyin zamanını, yerini və xüsusiyyətlərini öncədən bilməsidir. Qəza isə Allahın təqdir etdiklərinin vaxtı gəldikdə baş verməsidir. Bu iki məfhum bəzən bir-birinin əvəzinə də işlənir. Hər bir şeyin xaliqi yalnız Allah'dır. Ondan başqa xaliq yoxdur. Uca Allah Kur'an-ı Kerim'də buyurur: Bismillahirrahmanirrahim. Və kullə şeyin indehu bimiqdar. Hər şey onun yanında müəyyən bir ölçü ilədir. Rad surəsi 8-ci ayət. Qədər deyildikdə yalnız fəlakətlər, müsibətlər və sair bu kimi bədbəxtlik hesab edilən hadisələr anlaşılmamalıdır. Qədər müəyyən mənada kainatdakı tarazlığı, müvazinəti və bu tarazlığın ilahi ölçüsünü ifadə edir. Allah Teala buyurur: Bismillahirrahmanirrahim. İnna kulle şeyin halaqnahu biqadar. Şübhəsiz ki, biz hər şeyi müəyyən ölçüdə yaratdıq. Qəmər surəsi 49-cu ayət. İnsanın iradə və ixtiyar sahibi, feil və əməlini seçə bilən məxluq olması da Allahın istək və təqdiri ilə baş vermişdir. İnsan öz istək və ixtiyarı ilə bir şey etmək və ya etməmək iqtidarındadır. O iki yoldan birini, savab və günah, hidayət və zəlalət yolunu seçə bilər. Aqibəti tutduğu yola görə müəyyənləşir. Uca Yaradan Bələd surəsinin 10-cu ayəsində buyurur: Bismillahirrahmanirrahim. Və hədəynəhun nəcdəyn. Biz ona iki yol, xeyir və şər, küfür və iman yollarını göstərmədikmi? Hər şeyi təqdir edən Allah Teala'dır. Ancaq çalışıb qazanan, işi görən bəndənin özüdür. Yaxşı və ya pis, iki tərəfdən birini seçmək bəndəyə aid bir seçimdir. Bəndə iradə və ixtiyarını hansı tərəfə yönəltsə, Allah da təqdirini ona əsasən edər. Məsələn, Rəbbimiz hər kəsin ruzusunu təqdir etmişdir. Lakin təqdir olunan ruzunu axtarıb tapmağın bəndənin vəzifəsi olduğunu da söyləmişdir. Quran-ı Kerimdə deyilir: Bismillahirrahmanirrahim. Və ən leysəl insani illə mə sə'a. İnsana ancaq öz zəhməti qalır. Ruzi Allah'tandır. Ancaq çalışmaq, səy göstərmək, ruzunu axtarıb tapmaq bəndənin vəzifəsidir. Allahın verdiyi iradə və ixtiyarı ilə bəndə hər hansı mümkün olan şeyi edib etməkdə sərbəstdir. Qəza və qədərin məchul olması əslində ilahi lütufdur. Kim gələcəkdə başına gələcək yaxşı pis hadisələri öncədən bilsə, psixolojisi olaraq həyatını normal yaşaya bilməz. Həyatı alt-üst olar. Məsələn, ana və ya ata övladının özündən əvvəl öləcəyini bilsə, illər boyu o günün matəm və məyusluğu ilə yaşayar. Nəticədə də bu amillər həyatın ahəng nizamını pozar. Ancaq uca Allah qədər və qəzanı gizli saxladığı üçün insan ölümlə üz-üzə ikən belə yenə həyat ümidi ilə yaşayır, cəhd, səy və fəaliyyətini davam etdirir. Möhtərəm müsəlmanlar,
Bəzən Allahın bir lütfü zahirdə çətinlik və ya əzab şəklində, ya da bir çətinliyi lütf şəklində təzahür edir. Bunların insanlarla gizli qalması bu dünyanın imtihan yeri olması səbəbindəndir. Rabbimiz buyurur, Bismillahirrahmanirrahim. Kutiba aleykumul qitalu və huve kurhun lekum və asa en tekrahu şey'en ve huve hayrun lekum ve asa en tuhibbu şey'en ve huve şerrun lekum vallahu ya'lemu ve entum la ta'lemun. Buyurur ki, bəzən xoşlamadığımız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Onu Allah bilir, siz bilməzsiniz. Bəqərə surəsi 216-cı ayə. Mömin şəxs başına gələn hər şeyi gözəl görməli, ilahi təqdir və nizama razı olaraq bunu əbədi saadət üçün fürsət bilməli. Səbir, şükür, təslimiyyət, rıza və təvəkkül edərək yaşamağı bacarmalıdır. Unutmayaq ki, qəza və qədər mahiyyətini yalnız Allahın bildiği bir sirdir. İnsan ağlını bunu qavrayıb dərk etməsi mümkün değildir. Allahın elçisi sallallahu aleyhi ve sellem ilahi təqdirdən razı olmağımızı buyurmuş və bu mövzuda mübahisələrdən çəkinməyi istəmişdir. O, qədər haqqında mübahisə edən bir dəstəyə rast gəldikdə onlara sizə bu mu əmr olunub, yoxsa mən sizə bunun üçün mü göndərilmişəm? Sizdən əvvəlkilər bu məsələdə mübahisə etdiklərinə görə həlak oldular. Nəbadə bu mövzuda mübahisə edəsiniz, deyərək xəbərdarlıq etmişdir. Uca Allah bizi onun qəza və qədərinə boyun əyən bəndələrindən qərar versin. Bismillahirrahmanirrahim. Ələ innə əhsənəl kələm və biləğən nidam kələmullahi azim a'lam. İnnəllaha və mələikətəhu yusalluna alə'n nəbi. Ya eyyuhəl-ləzîne âmenû sallu aleyhi və səllimu təslîmâ.